Qalxana bənzər vəzin əməliyyatdan sonra yaranan düyünləri, təkrarlayıcı hiperfunksionalları müxtəlif səbəblərlə əlaqəli ola bilir. Bu vəziyyətlərdə yetərsiz cərrahiyyə, yanlış ilkin diaqnoz, ektopik yerləşimli adenomanın aşkarlanmaması, normadan artıq sayda vəz toxumasının mövcudluğu əsas etioloji faktorlar hesab olunur. Və bəzi hallarda əməliyyat zamanı bütün hiperfunksional toxuma çıxarılmadığı üçün inatçı, belə deyək, təkrarlayan xəstəlik inkişaf edir. Xüsusilə çoxsaylı adenomalar və çoxlu vəz hiperplaziyası olan xəstələrdə residiv ehtimalı daha yüksək olur. Bundan əlavə, ektopik vəz toxuması mediastinum və ya boynun dərin sahələrində yerləşdiyi üçün görüntüləmədə diqqətdən qaça bilir və sonradan klinik əlamətlərlə üzə çıxa bilir. Hashimoto tiroiditi qalxana bənzər vəzin ən çox rast gəlinən autoimmun xəstəliklərindəndir. Əsas xroniki limfosit tiroidit formasında müşahidə olunur günümüzdə. Xəstəliyin hipertrofik, atrofik, fibrotik formaları təsvir olunur. Bəzi xəstələrdə vəz böyüyə bilir, digərlərində isə zamanla kiçilir, funksiyasını isə tamamilə itirmiş olur. Hashimoto xəstəliyi olan insanlarda halsızlıq, yorğunluq, çəki artımı, soyuğa dözümsüzlük, saç tökülməsi, oynaqlarda ağrı, depressiv əhval-ruhiyyə kimi hallar və boyunda təzyiq hissi kimi şikayətlər yarana bilir. Ultrasəs müayinəmizdə vəz toxumasının heterogen olmağı, hipoexogen görünüşü, psevdo düyünləri, artmış vaskularizasiya radioloji olaraq izlənilə bilir. Əməliyyat əsasən böyük zob, nəfəs və udma çətinliyi olan şəxslərdə, şübhəli düyünlərdə, kosmetik problemi olanlarda, malignitə şübhəsi olduqda məsləhət görürük. Əməliyyatdan sonra isə xəstələrin əksəriyyətində təzyiq simptomları azalır, lakin çoxunda ömür boyu hormon əvəzləyici müalicə aparılması məsləhətlidir. Düzgün nəzarətlə həyat keyfiyyəti stabil saxlanıla bilir.